Salam değerli izleyiciler. Sizləri 369 TV'nin efirində xoş gördük. Bugün sizinle belki de en vacib mövzulardan biri barədə danışacağıq. Sosial çürümə, səssiz bir çöküşün tarixi. İnsanlar tez-tez soruşurlar. Cəmiyyətlər görəsən niyə ölür? Nə baş verir axı? Cəmiyyətin ölümündə görəsən biz insanların əli varmı? Cavab isə həmişə eyni olur. Cəmiyyət adətən nə güclü bir ordunun hücumu, nə də ani bir iqtisadi çöküşlə məhv olmur. Cəmiyyətlər zaman içərisində çürüyərək dağılır. Bugün danışacağımız bu gizli, lakin dağıdıcı prosesin adıdır sosial çürümə. Sosial çürümə sadəcə cinayətlərin artması yaxud siyasətdəki böhranlar deyil. O cəmiyyəti bir yerə cəmləyərək tutan yapışqanın əriməsidir. O bizə cəmiyyət edirən bütün dəyərlərin, normalarının və ən əsası güvənin yox olmasıdır. Sosial çürümə və fundamental çat barədə danışanda yadıma Durkheim və onun anomiyası düşür. Ən əsası biz burada sosiologiyanın təməl daşlarından biri olan bir vəziyyətdən danışırıq, anomiya. Böyük Fransız sosiologu Emilie Durkheim bunu belə izah edirdi. Anomiya cəmiyyətin normativ, qeyri-müəyyənlik vəziyyətinə düşməsidir. Bunu sadə dildə desək, köhnə qaydaların və dəyərlərin öz aktuallığını itirməsi və artıq qüvvədən düşməsi əvəzində yeni qaydaların hələ də formalaşmamasıdır. İnsanlar hansı davranışın doğru, hansının yanlış olduğunu bilmirlər. Məhz bu qərarsızlıq və normasızlıq vəziyyətində fərd cəmiyyətdən ayrılır, məqsədsiz qalır və onun sosial bağları zamanla qopur. Durkheimə görə bu intiharların və sosial gərginliyin əsas səbəbidir. Sosial çürümə məhz bu anomiyanın kütləvi və sistemli halıdır. Bugün biz egoizm adı altında öz mənafelərimizi cəmiyyətin və ya kollektivin mənafelərindən üstün tutaraq əslində Durkheimin anomiyasında yaşayırıq. Özünü cəmiyyətdən ayırmağın, öz maraqlarını ümumi maraqlardan üstün tutmağın, başqalarına arxa çevirməyin müasir həyat tərzi kimi qəbul edilməsi cəmiyyətin dağılmasına və sosial çürüməyə təkan verən ən qəddar yaşama tərzidir. Bu kimi yaşama tərzi cəmiyyət üçün intihar riskini artıran ən kritik məqamlardandır. Bəs bu çürüməni nə sürətləndirir? Təbii ki, rəqəmsal kadrların arxasındakı həqiqət, yəni bizləri dəyişdirməyə yönəlik düşünülmüş siyasət. Dünyanı idarə edən şəxslər və ailələr öz hökmranlıqlarını əbədiyyətə daşımaq üçün digər insanları daima itaətdə saxlamalı və ayılmamaları üçün bütün mümkün yollara əl atırlar. Onlar çox yaxşı bilirlər ki, dəyəri olmayan insanları sürülər halında idarə etmək daha asandır. Və buna yönəlik zaman-zaman cəmiyyətdə sosial çürümələrə yol açaraq təsirlər göstərirlər. Əvvəllər bu təsirlər dinlər və ideoloji cərəyanlar vasitəsilə olurdusa, indi müasir çağda televiziyalar və sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Sosiolog Robert Putnam buna güvənin eroziyası, sosial kapitalın itirilməsi adını vermişdir. Sosial kapital dedikdə fərdlərin bir-birlərinə olan inamları, şəbəkələri və əməkdaşlıq qabiliyyətləri nəzərdə tutulur. Bugün insanlar artıq dövlətə, qonşuya, hətta ən yaxın dostlarına belə tam güvənmirlər. Cəmiyyətin əsas funksiyası olan kollektiv hərəkət qabiliyyəti itirilir. Bir yerdə toplanmaq, bir məqsədə xidmət etmək çətinləşir. Çünki hər kəs əvvəlcə soruşur, mənim bundan nə qazancım olacaq? Sosial şəbəkələrin gətirdiyi mükəmməl həyat illüziyası insanları bir-birinə qarşı qəddarlaşdırır. Hər kəs uğur nümayiş etdirməyə çalışır. Başqasının acısı sosial şəbəkələrdə sadəcə kontentə çevrilir. Təhsildə yaxşı insan deyil, uğurlu fərd yetişdirməyə fokuslanmaq əslində vicdanı funksional bir xüsusiyyət yox, bir yük kimi göstərir. Empatiya sosial çürümənin ən erkən və ən kritik qurbanıdır. Sosial çürümənin zirvəsi siyasi sahədə özünü göstərir. Siyasət və dövlət cəmiyyətin ən yüksək dəyərlərinin müdafiəçisi olmaqdansa, bəzən o dəyərlərin ticarətinə başlayır. Əgər ictimai xadimlər
yalanı, intriqanı, iki üzlüyü norma halına gətirirsə, cəmiyyətin hər bir fərdi öz həyatında bu davranışları təkrarlamaq üçün sakit bir icazə almış olur. İnsanlar özlərinə niyə mən dürüst olmalıyam? Əgər yalan danışmaq mənə daha tez uğur gətirirsə, sualını verirlər və cavabı tapa bilmirlər. Çünki dəyərlərin mənası çürümüşdür. Bəs bu problemin həlli varmı? Varsa çözüm hardadır? Təbii ki, bu problemdən çıxış yolu fərdi oyanışın gücündədir. Ancaq unutmayaq, çürümə qismət deyil, seçimlərimizin və etmədiklərimizin nəticəsidir. Bu prosesi geri çevirmək üçün nə böyük ordular, nə də fövqəladə iqtisadi planlar lazımdır. Lazım olan tək şey Durkheim'in axtardığı kollektiv şuurun yenidən qurulmasıdır. Kiçik icmalarımızdan başlayaraq qonşularımıza, iş yoldaşlarımıza, yaxınlarımıza və dəyər vermək istədiklərimizə şuurlu şəkildə güvənmək lazımdır. Hər cümlədə hilə axtarmaq vərdişindən əl çəkmək lazımdır. Rəqəmsal məkanı bir alət kimi istifadə edib, əsas vaxtı real insanlarla, real duyğularla keçirmək lazımdır. Əl əməyindən istifadə edərək öz tələbatlarınızda özünüz iştirak etməlisiniz. Yəni, yeməklərin hazırlanmasında sifarişə deyil, özünüz hazırlayaraq təmin etməlisiniz və təbiətlə iç-içə olaraq harmoniya şəklində yaşamağa qayıtmalısınız. Bizlərin çıxış yolumuz yalnız oradadır. Telefonu kənara qoyub, qarşınızdakı insanların gözlərinə baxın. Görün onlar baxışları ilə sizlərə nələri söyləmək istəyirlər. Ana, ata, qardaş, bacı dəyərlərinə müqəddəs yanaşın. O sizlərin bir daha geri qayıtmayan xoşbəxtliyinizdir. Çalışın onları itirməyin. Ətrafdakı təbiətə baxın. Görün təbiət necə sakit və əbədi sevir bizləri. Görün yarpaqlar öz budaqlarından necə sakit qoparaq yerlərə tökülürlər və can verirlər. Bu proseslərə diqqət etsəniz, həyat sevginiz yenidən qaydacaq və siz təbiət ölərkən belə bizlərə qorxu deyil, sevgi bəxş etdiyini görəcəksiniz. Evlatlarımıza uğurdan öncə vicdanı, puldan öncə etibarı, şöhrətdən öncə isə həqiqəti öyrətməliyik. Biz öz vicdanımızı susturmamağa qərar verdiyimiz zaman, biz hər kəs belədir deyib yanlışlığa şərik olmamağa qərar verdiyimiz zaman, məhz o zaman sosial çürüməyə dayan deyə bilərik. Çünki bir cəmiyyəti xilas edəcək qüvvə sadəcə ortaq iradədədir. Bizim hər birimizin sabah daha dürüst, daha empatik və daha güvənli olma qərarımızdır. Və bu qərar elə indi sizinlə başlayır. Sonda bu kimi verilişlərin çox olmasını və barəsində verilişlər çəkməyimizi istədiyiniz mövzular varsa, çəkinmədən redaksiyamıza yaza bilərsiniz. Sağ olun, gələn verilişlərdə sizlərlə görüşmək ümidi ilə ayrılıram.